Azərbaycan Respublikası iqtisadiyyatının sabitliyi və inkişafı və bu nominasiya üzrə mükafat Azərbaycan Respublikası Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadəyə təqdim edilir. Çox hörmətli qonaqlar, iş adamları, hökumət üzvləri, el ağsaqqalları. Mən bugün bütün günü forumun işində iştirak etmişəm. Çox dəyərli çıxışlar oldu. Bu çıxışların ana xəttini Azərbaycan dövlətinə qulluq etmək, Azərbaycan dövlətinin iqtisadi qüdrət artırmaq təşkil edir. Forumda iş adamları bir daha sübut etdilər ki, onlar Azərbaycan dövlətinin iqtisadi qüdrətinin möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışırlar. Eyni zamanda onlar arzu etdilər ki, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi inkişaf proqramları uğurla həyata keçirilsin, hökumət strukturları ilə iş adamları arasında əlaqələr daha təkmil olsun. Bir sözlə, bu forum bir daha sübut etdi ki, Azərbaycanın inkişaf strategiyası gələcəyə hədəflənmiş strategiyadır, xalqımızın inkişafına xidmət edəcəkdir. Mən sizlərin hər birinə və sizin ətrafınızda olan insanlara möhkəm can sağlığı arzu edirəm, uğurlar arzu edirəm. Çox sağ olun.